Hər vaxtınız xeyir olsun. Bu gün çox özəl və gözəl qonaqlarım var. Düzü, onları təqdim etmək mənim üçün bir qədər fərqlidir. Çünki gənc xanəndə olmaqla yanaşı, həm də mənim ən yaxın dostlarımdır. Söhbət xanım Şamaxılı və Alim Mirzəyevdən gedir. Xoş gəlmisiniz. Necəsiz? Xoş gördük, çox sağ ol, var ol, yaxşı olsun hər zaman. Mən də sənə öz təşəkkürümü bildirirəm. İnşallah bu sənin yeni layihən sənə uğur gətirsin, xeyirli uğurlu olsun. Mən də burdan bizi izləyən bütün gənclərimizə və eləcə də bütün incəsənət sahəsində çalışan, əmək keçən gənclərimizə burdan səslənirəm ki, gənc olmağına baxmayaraq çox əziyyəti keçir burada və sizlər də gəlib qoşulun, dəstək olaq inşallah Səmaya xanıma. Çox sağ olun. Mən də salamlayıram sizi Səmaya xanım. Sizin yeni işlərinizə uğurlar. İnşallah layihələriniz davamlı olsun, çəkilişləriniz davamlı olsun. Çox sağ olun, təşəkkür edirəm. Elə ilk sualımdan başlayacağam. Necə oldu ki, sənətə gəldiniz? Sənətə gəlməyimiz təbii ki də uşaq yaşlarından olur ən çox və bu musiqiyə olan sevgidən, istəkdən irəli gəlir. Belə açıq desəm, keçirilən muğam müsabiqələrində baxırdım, marağım var idi də. Həm özüm üçün də oxuyurdum. Sonra orada baxdım televizorda, dedim ki, yəni ola bilər ki, yəni mən də bunlardan biri olam da, özümü onların yerində gördüm. Mənim atam da özü həvəskar musiqiçi olub. Düzdür, bir müddət oxuyub, marağı olub, amma sonradan oxumayıb və həmçinin atam da dəstək oldu ki, mən olmamışam o səviyyədə, indi mənim arzularımı sən gerçəkləşdir. Davam etdirdin. Onun dəstəyi ilə və ailəmin dəstəyi ilə bu yerdə gəlib indi yavaş-yavaş təhsil alırıq, irəli getməyə çalışırıq. Məndə də elə həmçinin sənətə gəlməyim uşaqlığımdan bəri başlayan bir sevgidir. Mənim üçün sənət sevgidir həqiqətən. Və buradan atama çox-çox təşəkkürümü bildirirəm. Mənim ilk müəllimim olub. Məni ilk dəstəkləyən də olub. Və atamla mən 6 yaşımdan bəri oxuyuram. Və elə gəlib artıq mən 11 yaşımda Hüseyn Qulus Arabski adına 7 saylı uşaq musiqi məktəbində 5 il muğam təhsili aldım. Eldəniz Nəbiyevdən. Buradan da müəllimimi salamlayıram. Yəni o istedadı məndə gördülər. Düzdür, mənim belə deyim, marağım var idi, amma istədiyim peşə sahəsi, yəni həkimlik idi. Da bilmirdim mən bu gün xanəndə olaram belə özümə uyğun, mən də hal-hazırda bir kütləm var. Mənim də izləyicilərimi buradan salamlayıram. Mən bilməzdim ki, yəni tanınaram belə. Xanəndəlik yolunda davam edirəm. Deyən oldumu ki, bu çətin yoldur. Adətən bu sənətə ilk gələn gənclərə deyirlər bu çətindir, bu çətin peşədir, çətin işdir. Bəs sizdə necə oldu? Ki də asan peşə yoxdur. Hər bir sənətin, hər bir işin çətinliyi olur. Amma indi onun məsuliyyətini, onun çətinliyini bilməklə, onun altından çıxmaqla bu hər bir peşənin uğurunu əldə etmək olur. Təbii ki, deyildi və görürsən də, özün deyilməsə belə özün hiss eləyirsən. Adicə bir gün təhsil alsan, onu bilirsən ki, bu çətindir. Amma yavaş-yavaş öyrəşsən, alışırsan. Buradan mən də həmçinin salamlayıram. İlk müəllimim Habil Şıxəliyev olub. O mənə yol göstərib. Sonra xalq artistimiz Zabit Nəbzadə evində və sonra Asəf Zeynallı Adnan Musiqi Kollecində təhsil almışam. Və daha sonra əməkdar artistimiz Fərqanə Qasımovaya buradan salamlayıram. O da bizə dəstək olub və müəllimimiz olub. Yavaş-yavaş öyrəşmişik. Bu sənət biz üçün məsələn asan gəlir, amma ki həqiqətən çətin bir sənət təbii ki. Bəli, sənət yolu çətin bir sənətdir. Əsasən də xanəndəlik sənəti, hansı ki sən burada çox üzərində çalışmalısan, hər gün yeni bir şeylər öyrənirsən. Muğam da özündə bilirsən çox dərin, dəryadır da, yəni muğamı öyrəndikcə öyrənirsən. Buradan dəyərli ustadımız, dünya şöhrətli xalq artistimiz Alim Qasımovu salamlayıram. O özü belə hətta bizə ustad dərsində demiş ki, mən hətta bu yaşımda dedi, baxmayaraq ki, dünya şöhrəti tanınmış bir ifaçıyam, xalq artistiyəm, hələ də öyrənirəm. Muğam həqiqətən çox dərindir. Yəni burada da dediyim kimi bu sənətin özünün çətinliyi odur ki, ancaq öyrənməsən özü təkləşdirməz. Sonluq yoxdur da, yəni gedir. Öyrəndikcə öyrənirsən. Bəs sənət yolunun əvvəlində sizi ruhlandıran insan kim olub? Məsələn, mən həmişə düşünmüşəm ki, hər bir insanın taleyində olur bir nəfər mütləq. Ya müəllim, ya valideyn. İndi siz ustadınızdan danışdınız. Bəlkə elə sizin ustadınız sizi ən çox ruhlandıran insandır. İlk öncə ruhlandıran ailə olur. Ailəni də ən çox ruhlandıran atam olub. Yəni də dediyim kimi, bayaq vurğuladığım kimi. Və daha sonra Zabit müəllim deyib ki, yəni bu səs var səndə, yəni bu potensial var.
Yəni niyə də olmasın? İnşallah öyrənəcəm, daha çox zirvələrdə görəcəyik inşallah. Bəli, mənim də valideynlərim, Allah hər bir bütün valideynlərimizin canı sağ eləsin. Valideynlərim həqiqətən mənim üzərimdə çox əziyyəti var. Danılmazdır bu. Onlar mənə həqiqətən bu yolda dəstək olublar və bilirsən ki, bir qız üçün çətin və gözəl bir sənət, amma çətin bir sənətdir. Bunu normal qarşılamayanlar da var təbii ki. Və daha sonra mənim dəyərli müəlliməm musiqi məktəbində də müəllimlərim özü həqiqətən mənə çox böyük bir motivasiya ilə deyir Məcid xanım oxu, yəni çalış. Mən neçə dəfə də belə deyim də, səmimi söhbət olsun deyə danışıram. Musiqidən kənarlaşmışam və onların yenə bu təkidi ilə də mən yenə qayıtmışam sənətə və mənim dəyərli müəlliməm, Nigar müəlliməm, musiqi müəlliməm. O mənə 6-cı sinifdən ta 11-ci sinifə kimi dəstək olub. Elə bir ki, öz balası kimi də, yəni əlindən tutmuşam, məni hər yerə aparıb. Dövlət səviyyəli tədbirlər olsun, müsabiqələr olsun. Bu arada respublika müsabiqələri laureatam, özün də bilirsən. Bir çox müsabiqələrdə yer almışam və hər birindən də uğurlu nəticələr əldə edib gəlmişəm. Yəni buradan bütün müəllimlərimə təşəkkürümü bildirirəm. Bu gün hər şey çox sürətlə dəyişir. İnsanların zövqü də, diqqəti də, gündəmi də. Bir tərəfdən gənc yaşda tanınmaq üçün əldə çox imkan var, digər tərəfdən bunu qorumaq çətin görünür. Xüsusən də sənət adamı olanlar üçün bu artıq 2 qat məsuliyyət daşıyır. Çünki burada həm sənətə sədaqət, həm öz üzərində daim işləmək, o cümlədən tamaşaçıların etimadını qazanmaq məsələsi var. Maraqlıdır ki, bu dövrdə gənc yaşda sənət adamı olmaq necə hiss elətdirir? Gənc yaşda təbii ki də çox əladır. İnsanın bəlkə də ən böyük sevinci, uğurudur da, belə deyək. Amma ki, bu gənc yaşda tanına bilərik. Bu günlərimdə məsələn biz səsimizlə və təhsilimizlə tanına bilərik, xalqın sevimlisi ola bilərik. Amma bunu qorumaq təbii ki də çox çətindir, məsuliyyətdir, ayrıca bir məsuliyyətdir. Bu qədər məsələn tutalım tanınaq, televizorlarda olaq, verilişlərdə olaq da belə deyək, toylarda, şənliklərdə olaq. Amma ki biz səhvimizlə biz bunu hamısını yerə vura bilərik. O da ki məsuliyyəti nədəndir? Məsuliyyət oturuşumuz, danışımız, geyimimiz, yəni xalqa olan yanaşmamızdan irəli gəlir. Bunlara biz diqqət yetirsək, təbii ki də biz elə o səviyyədə olaraq qala bilərik. Amma ki bunlardan birini səhv eləsək, təbii ki də 10 dənə bizi istəyən varsa, 15-i biz istəməyəcəyik. Yəni belə bir şey də var. Bəli, mən də Alim bəyin fikirlərinə razıyam. Gənc yaşda sənətə gəlmək böyük bir çətinlik var və ən çox da məsuliyyətli bir şeydir, peşədir. Hansı ki bizim öz peşəmiz, yəni işimiz, sənətimiz. Xanəndəlik sənəti həmçinin elədir və Alim bəyin də dediyi kimi sənət adamı gərək geyiminə, keçiminə, danışığına diqqət yetirsin. Yəni çünki bu saat bizi izləyən bir kütlə var və xalq var ki, hansı ki ona fikir verilir. Ən çox da insanın geyiminə, keçiminə fikir verilir. Sənət adamı əsl belə necə deyim, sənət adamı kimi göstərən amillərdən də biri budur. Muğam haqqında çox gözəl fikri var. Deyir ki, muğam insanı tərbiyə edən sənətdir. Mən həmişə düşünmüşəm ki, yaxşı muğam ifaçısı olmaq üçün tək səs kifayət eləmir. Bilirsən niyə? Çünki burada o muğamın içərisində bir mənəviyyat, səbir, ədəb məktəbi var. Ona görə də muğam insanın bir növ daxili aləmi formalaşdırır, dünya görüşünü formalaşdırır. Burada məsələn mən muğamı dəhşət dərəcədə çox sevirəm. Saatlarla oturub mən muğamı qulaq asaram, amma yorulmaram. Bəs sizcə muğam ilk növbədə səsi yoxsa insanın daxili aləmini formalaşdıracaq? Doğrusu formalaşdırır. Daxili aləm formalaşmasa, sən səsini ortaya çıxara bilmərsən. Yəni sənin bu gün səsin ola bilər, amma için ona imkan verməsə, yəni sənin dünya görüşün olmasa, sən mümkün deyil ki, sən xalqa çatdırasan, o səsi ortaya çıxara biləsən. Təbii birinci daxili aləm. Muğamda həm sevinc var, həm kədər var. Gərək o hissləri sən özündə yaşadasan, hiss edəsən ki, və sən onu artıq ifa edəndə o insanlara o duyğu ilə onu çatdıra biləsən. Hacı bir dənə məsələn qəzəl götürək, o qəzəli sən daxildən elə cür ifa eləməsən, can qoy, ürəyini qoymalısan da, hiss eləməlisən. Qəzəli yaxşı formadadır. Yoxsa o şey kimi düz formada desən o maraqsız olur. Və elə muğamdan söz düşmüşkən mən sizdən Könül Xasiyevanın Arzu çoxdur, ömür az mahnısını istəyəcəm. Zəhmət olmasa elə ifa eləyərsiniz, izləyicilərimizə də xoş olsun. Buyurun. Bülbüləyəm, gülşəndəyəm, gəl gör nə halım var mənim. Bülbüləyəm, gülşəndəyəm, gəl gör nə halım var mənim.
Bir gülürən aya bənd olmaq xəyalım var mənim. Mən necəyəm eşq aləmindən nəl çəkim səbr eyləyim. Ey naziləmin can alan bir məhcəmalım var mənim. Ay rüzgarım qoy qaralsın ay 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 aman ey. Rüzgarım qoy qaralsın o qara zülfün kimim. Fəxr edib sənsiz desəm cahi cəlalım var mənim aman ey. Ey təbibiyəm daha yox, dərdə davanım neyinim? Ey təbibiyəm daha yox, dərdə davanım neynim? O tutub yanmadadır, cismi də canım neynim? Gecə yaman gecə taya sübhədəyək ah fəğan etmədəyəm dayanıb dövr eləmir nəbzidə qanım ah əmanım. Yasəmənlər açandayım, bülbül bağa uçandayım. Yasəmənlər açanda, bülbül bağa uçanda. Oxuyanda nəğməmim xatırlayarsınız mənim. Eşidəndə nəğməmi xatırlayarsan məni. Xatırlayarsan məni. Xatırlayarsan məni. Xatırlayarsan məni. Eşq olsun sizə və bəli, bir masa ətrafında verilişinə baxanda siz də bizləri xatırlayarsınız. Növbəti görüşlərdə yenə də bir masa ətrafında görüşmək ümidi ilə və son olaraq nəzərinizə çatdırım ki, bugünkü qonağımız xanım Şamaxlı və Alim Mirzəyev idi.